Rəşid bəy, son sualımız Türkiyə Novruz bayramına qarşı münasibət niyə soyuqdur? Aydındır, tez-tez mənə də səsləndirirlər. Deyirlər, əgər Novruz bayramı Türk bayramıdırsa, niyə Türkiyədə bu soyuq keçirilir? Novruz bayramına soyuqluq İslamın qəbul etməsi ilə paralel baş vermişdir. Yəni Səlcuqlu zamanında biz Novruzun sarayda qismən keçirildiyini görürük, zaman-zaman Osmanlıda keçirildiyini görürük. Lakin daha sonraki dönəmlərdə, məsəl üçün Osmanlıda əxlik təşkilatı var. Zamanla bu pozulur. Əxli təşkilatı bir türk təşkilatı idi. Eyni ilə görürük Osmanlıda türk atributlarından, türk simgələrindən və türklüyün özündən uzaqlaşma baş verir. Və Osmanlı Novruz bayramından uzaqlaşmışdı. Atatürk döneminde Cumhuriyeti kurduğu ilk dönemde Novruz bayramını keçirtdiyi bəllidir. Ondan sonraki dönemler ise ayrıca təhlil olunmalıdır. Ama biz Türkiye'de qəribə bir kəsiyin olduğunu görürük. Yani onlar ne kadar türkçülükten danışsa da, ne kadar bozkurt dərnəkləri olsa da, onların Türk tarixinin böyük bir hissəsini itirdiğini görürük. Bu xüsusi səbəblər demək türklərdə Sünni türklər ilə Qızılbaş türklər arasında baş verən ayrılma səbəblərini, yəni müəyyən atributları Qızılbaş türklər yaşatdığından artıq Osmanlı dövründə bir dövlət siyasəti kimi müəyyən şeyləri görməzdən gəlib. Yoxsa necə bu geniş danışıla bilər. Amma mən çalışıram bunu üstü örtülü keçim ki, belə deyək, qardaş Türkiyənin xətrinə dəyməsin. Amma bir şey deyim. Burada mənə elə gəlir ki, kimisə xətrinə dəyəsi bir şey yoxdur. O videonu da yəqin videonun arxasına da qoyaram. Çox qəribədir. Türkiyədə bir veriliş qarşıma çıxdı. Qədim Türk yeməkləri adı ilə bir verilişdir. Cavan 25-30 yaşında oğlan qızlı oturub biri onlara təqdim eləyir. Təsəvvür elə bizim yuxa dediyimiz, bəzi dialektlərdə fətir dediyimiz çörəyi ona təqdim eləyir o digər oğlan qıza. Təsəvvür elə bunlar yuxanın nə olduğunu bilmir. Bugün Azərbaycanın istənilən rayonuna gedəsi olsan, həmin yuxanın bişirildiyini, quru halında üst-üstə yığılıb saxlandığını, sonra su çilənərək yumşaldılıb yeyildiyi bəllidir. Bu Türkiyədə bu kültür itib. Yəni bunlar bu çörəyin nə olduğunu bilmir. Və ya məsəl üçün Azərbaycanda bir çox bölgədə qurut var. Qatıq nehrədə çalxalanır, ondan ayrılan yağ var, bir də digər hissəsindən qurut düzəldir. Həmin o qurut daha sonra suda əridilərək xəmir yeməklərinin və digər yeməklərin üstünə tökülərək yeyilir. Və köçəri türklər də təbii ki, qurutdan daha çox istifadə edirdi. Çünki qurut daha uzun müddət qalır. Hətta illərlə qala bilir. Təsəvvür elə ki, bunlar həmin qurudun nə olduğunu bilmir və onu təqdim eləyən yoldaş da onlara o qurudu quru formada verir ki, alın dadına baxın. Yəni indi düşünün, bir fətiri, bir yuxanı, bir qurudu bilməyən bir Türkiyə gəncliyi var və bu hadisələr heç bir siyasi maraq daşımır. Bu siyasi maraq daşımayan belə 1000 illik kültürü bunlar itirirsə, burada Novruzun digər siyasi məqsədlərlə itirildiyi və unudulması şübhə doğurmamalıdır, mənə elə gəlir. Bəli, Rəşid bəy, çox sağ olun, təşəkkür edirik. Canlı yayıma gəldiniz, bu növbəti söyləşini etdiniz bizimlə. Bir daha sizə təşəkkürümü bildirirəm. Növbəti söyləşilərdə görüşərik. Hər kəsə təşəkkür edirəm. Şöyle koyayım. Kerebiç mi bu? Sert bir hamur mu? Kireç taşı mı bu ne? Bayağı sert. Kırmalı bir şey bu. Sabun kokuyor kız. Ne kokuyor? Peynir kokuyor. Bu bir peynir arkadaşlar ama kurutulmuş bir peynir. Şimdi arkadaşlar bu yiyeceğin adı kurut. Kurut. Kurut Çok değil. yaratıcı Aynen, olmuş. gerçekten. Peyniri kurutuyorsun, kurut. Çok tuzludur bu. Kokuyor. Oha, taş gibi lan bu. Bunu suyla yumuşatmadan mı ısıracağım ben? Şimdi arkadaşlar bir bilgisi var. Kurut Göktürkler dönemi yani 6. yüzyıl ve öncesine kadar uzanıyormuş. Kurut o dönem yolculuk esnasında kolay taşımak ve bozulmayı önlemek için yapılmış. Kışın suyla abi yumuşatılarak çorba ve yemek yapımında da kullanılıyormuş. Mantıklı aslında. Yani Ya bunlar hep peynir şu ana kadar gelen her şey sürekli olarak hareket halinde olan bir toplum. Ya şunu bir ısıt be kardeşim Evet be. ya. Arkadaşlar kuru yufka. Kuru yufka ne ya? Evet. Yufka. Ne yapacağım burada, çıt çıt kırıp yulaf mı yiyeceğim? Evet. Ah. Ha. Çiğ bu. Yufka ekmeği ilk yazılı kaynaklarımızdan olan Orhun yazıtlarında yuyka olarak bahsedilmekteymiş. Yani Göktürkler döneminde yufka ekmeğinin tüketildiğini gösteriyormuş bu da. Çok iyi. Tüketileceği zaman hafif suyla ve ısıtılarak yumuşatılabiliyormuş. Bu bize geldi bu arada hem sertti. Kas katı bir şeyler. Biz suyla bunu yumuşattık bu hale geldi yani. Yine bir kurutma. Hah. Yine bir kurutma var. ömrünü uzat.